Choose the correct variant. Doğru variantı seçin. If you everyday you to speak English fluently. Biz burada düzgün to ilə istifadə oluna bilən modal feil, həmçinin if bağlayıcı ilə uzlaşan zaman təyin etməliyik. Və ifdən sonra qeyd edək ki, indiki sadə zaman, digər tərəfdə isə gələcək sadə zaman istifadə etməliyik. Ifdən sonra gələcək zaman olmaz deyə B variantı səhvdir. Daha sonra isə C variantında birinci tərəf doğru olsa da, ikinci tərəfdə to be able to ifadəsi olduğu üçün biz burada B-dən istifadə etməliyik. Daha sonra digər variantda, D variantında practice və could. Coulddan sonra ümumiyyətlə to istifadə olunmur. Həmçinin if bağlayıcısında hər iki tərəf keçmiş sadə ola bilməz. Y variantında isə practice və will be able to. Düzgün cavabımız Y variantıdır. Çünki able'dan sonra to'nun istifadəsi doğrudur və indiki sadə ilə gələcək sadənin uzlaşmasıdır. A variantında hər iki tərəf indiki sadə zamandır. Ümumiyyətlə if bağlayıcısında hər iki tərəf indiki sadə zaman yaza bilərik. Sadəcə can modal feilindən sonra to'lu məstər istifadə etmədiyimiz üçün A variantı yanlışdır. Doğru cavab Y-dir. Əgər sən hər gün praktika etsən, sən aydın şəkildə, yəni səlis şəkildə ingilis dilində danışa biləcəksən. Doğru cavab Y variantı götürülmüş olur.